Belə bir abırsız kartlarla bugün münasibət analizi eləyəcəm. Ona görə də bəzən soruşursunuz ki, bəzi yerlərdəki niyə kartları bağlayırsınız, nə yazılar yazırsınız. Çünki bəzi kartlar var ki, onları TikTok izin vermir. Yəni bəzi qaydalar var da, ona görə də bağlamaq məcburiyyətində qalıram. Burada münasibət analizi eləyəcəyik. Fikrindəki insanın sənə qarşı əsl niyyəti nədir, hissi nədir? Və bu münasibətin gedişatı nə olacaq və bu münasibət ümumiyyətlə nəticəsi nə olacaq? Belə bir açılım eləyəcəyik. Bu arada mənim profilimdə tez-tez görürəm. Kimlərsə girib hansısa bir yorumun altına yazırlar, tutaq ki, ayrılıqla əlaqədar olan münasibətlərdə yorumun altına yazırlar ki, hə, mən filan kəsə iş gördürdüm. Kimləri isə reklam eləyirlər də, özləri öz fake profillərlə yazırlar özlərini. İş gördürdüm, nə bilim, Instagramda səhifəsi budur, TikTokda səhifəsi budur, filan kəsdim, mənə yaz, səni göndərim. Blok atmışdı, 3 günə süründü qapımda, 4 günə. Birincisi, mən ümumiyyətlə heç kimi reklam eləməmişəm, heç vaxt da eləyən deyiləm, mən ancaq özümdən cavabdayım və kimsə də reklam eləyirsə, getin başqa yerdə eləsin. Mənim profilim sizin reklam səhifəniz deyil. Bu qədər və o yorumu yazanları da mən hər zaman blok atıram. Gəlin baxaq, hazırda fikrindəki insanlarla münasibətin necədir? İnsanla münasibətin necədir? İnsanlar deyirəm. Hal-hazırda münasibətiniz hansı enerjidədir? Gəl birinci buna baxaq. Onun sənə qarşı niyyəti nədir? Və onun sənə hissləri nədir? Gəl hələ ki buna baxaq. Kartlar yenidir. Bəzən soruşursunuz kartları niyə bağlayırsan? Çünki elə abırsız kartlar olur ki, TikTok onları buraxmır, o video nə bilim silinə bilir və s. Ona görə də kartları bağlamaq məcburiyyətində qalıram. Hazırda münasibətiniz necədir? Hazırda münasibətlərinizdə soyuq küləklər əsir. Belə deyim də, düzdür, münasibətiniz stabil ola bilər bəzilərinizdə. Amma sən bu məsələdə sən tərəf, razı deyilsən bu münasibətdən, hazırki durumdan razı deyilsən, ya aranızda məsafə var, ya aranızda hansısa bir negativ enerjinin olduğunu hiss edirsən və yaxud da ki, bu insana güvənin yoxdur, bu münasibətə güvənin yoxdur. Ümumiyyətlə, bu dəqiqə düşünürsən, bu dəqiqə başqa bir xəyallar edirsən hətta ki, görəsən başqa bir olacaqmı, yoxsa elə bununla davam eləyəcəmmi? Onun sənə niyyəti nədir? Fikrindəki insanın sənə niyyəti nədir? Fikrindəki insan əslində özünü necə güclü, nə bilim, bacarıqlı biri göstərsə də, əslində sənin yanında özünü zəif hiss edir, sənin yanında olğun deyil. Bəli, bu insanın sənə hissləri var, sevgisi var. Hissləri niyyəti deyəndə ki, yəni istəyi var sənə. Burada görürük konkret olaraq istəyini. Sevgisi varmı sənə? Gəl sevgisinə baxaq. Sevgisinə burada kart vermişəm. Okay. Niyyəti nədir bu insanın? Bu insanın niyyəti nə olacaq? Bu insanın niyyəti səninlə stabil bir münasibət aparmaq. Bu insanın niyyəti sənin gözündə imperator kimi görünmək, amma sən narazısan, yəni o özünü necə göstərsə belə sən narazısan. Aramızda ehtiras var, bəli, onun sənə istəyi var, arzusu var. Amma bu sevgidirmi, ona sonra baxacağıq. Sadəcə olaraq yenə deyirəm, bu insanın sənə qarşı niyyəti stabil bir münasibət niyyətidir. Yəni bu insan istəyir ki, bu insanla münasibətim davam eləsin, amma özü də əmin deyil. Özü də bu münasibətin gedişatından əmin deyil. Çünki sənə çox şey verə bilmir bu münasibətdə. Çünki bu münasibətdə özü də görür ki, soyuqluq var, özü də görür mane var, əngəl var. Soyuqluq niyə var? Gəl baxaq, münasibətdəki soyuq enerji nədir? Səbəbi nədir? Bu insan daima səni qısqanır. Gəl belə deyim. Daima səni qısqanır, daima düşünür ki, sənin fikrində başqası ola bilər, sən başqasına gedə bilərsən, səni başqası istəyə bilər, arzulaya bilər, daima özünü yetərsiz hiss eləyir. Və həmçinin də, yəni yetərsiz hiss eləyə bilərsən, onun sənə soyuqluğu nədir, niyədir? Ondan sənə elə bir soyuqluq görmürəm, sadəcə ondan sənə yetərsizlik görürəm. Yəni, ola bilsin görüşlərimiz alınmır, ola bilsin münasibətlərimizdə alına bilmir, nəysə alınmır da, yəni. Bu dəqiqə aramızda soyuqluq var, görüşümüzdə, belə deyim də, bağlılıq var, yolunuzda bağlılıq var bu dəqiqə. Bağlılığın səbəbini özəl açılımda deyərik, nədir səbəb? Hissləri nədir sənə? Hissləri bu adamın sənə istəyi də var, sevgisi də var. Hər ikisi var. Yəni, burada yalandan yazığı, belə deyim də, günahlandırmayaq ki, yox, sevmir falan. Bu insan ümumiyyətlə həyatında tənha bir insandır. Tənha. Hətta evli bilə olsa ki, burada ola bilsin, bəzilərimizdə evlidir bu insan. Tənha bir insandır və bu insanın xəyalındakı, arzusundakı sənsən. Amma bu insan hər zaman beynində oturur və qorxur ki, bir gün sən başqasını seçə bilərsən. Bu qorxu həmişə var bunun içində.
Bunun qarşısını almaq üçün nə eləyə bilər? Heç bir şey. Bu insan fikirləşir ki, o azad insandır və bir gün məndən ayrıla bilər, məndən gedə bilər. Qorxur ki, ondan daha güclüsünü taparsan, seçərsən. Gəl baxaq ümumiyyətlə. Bu insanla sən tərəfinə baxaq. Çünki narazı tərəf sənsən. Gəl baxaq. Onunla münasibətinin gedişatı nə olacaq? Hansı addımlar atacaq və bu münasibət ümumiyyətlə nə ilə nəticələnəcək? Gəl buna baxaq. Gedişatı necə olacaq münasibətinizin? Bu kartları qaldıra bilsəm baxaram. Yaxşı ki, bağlayıram. Çox abırsız kartlardır. Gedişatı bu münasibətinizdə, belə deyim də, əslində aranızda nə qədər, belə deyim, sənin narazılığın olsa da, hələ ki bu münasibətiniz belə də davam edir, yəni. Hələ ki belə də davam edir, stabil, bu insan nə səndən qaçan deyil, nə başqasını seçən deyil, yəni sən seçməsən heç kim səndən getməyəcək, yəni bunu biləsən. Və bu insan daimi olaraq bu münasibətləri stabilləşdirmək üçün səni diqqət mərkəzində saxlamaq mı deyim, eləyir. Amma özünün problemləri var bu insanın. Amma sizin bu yaxınlarda görüşünüz də olacaq, danışığınız da olacaq. Yəni görüş olacaq, danışıq olacaq, hətta münasibətlərinizdə bəzi irəliləyişlər olacaq və bu insan sənə bəlli bir şəkildə göstərəcək ki, mən varam, mən bu münasibətə stabil baxıram, mən sənə ciddi yanaşıram və mən səni arzulayıram. Görüş olacaq münasibətlərinizdə. Gedişat belədir. Hansı addımlar atacaq? Hansı addımlar atacaq? Bu sənin görüş və tələsir. Konkret olaraq addım ancaq görüşlə əlaqədar olacaq ki, görüşəcəksiniz, danışacaqsınız və bu görüşdən sonra sən hansı fikirdə qalacaqsan, o insanla münasibətlə əlaqədar. Bu görüşdən sonra beynindəki bəzi negativ fikirlər çevrilsə də, belə deyim də, amma yenə də o xəyalında olan insan bu deyil deyə düşünürsən və elə də düşünərək qalacaqsan ki, bu o deyil. Bu o deyil, bu mənimlə sonuna qədər gedəcək bir insan deyil. Bunu düşünəcəksən. Tamam, onun hisslərini görə bilərsən, onun arzusunu, istəyini görə bilərsən. Tamam, amma o deyil. Gəl baxaq, nəticəsi nə olacaq bu münasibətin? Nəticəsi bu münasibət bir müddət, belə deyim də, belə askıda qala bilər. Amma ola bilsin ki, həyatına başqa bir insan gəlsin. Ola bilsin ki, həyatına başqa bir insan gəlsin. Çünki sən bu insandan yenə də narazısan. Yenə də narazılığın davam eləyəcək də, gəl belə deyim. Və bir gün vaxt gələcək ki, bu münasibət nə ilə nəticələnəcək? Bu münasibət onunla nəticələnəcək ki, sən o insanı yarı yolda buraxacaqsan və başqa bir insanı seçəcəksən. Başqa bir münasibəti seçəcəksən. Yəni, ola bilsin ki, bu insan elə qorxduğu da başına gələ bilər, çünki sən onu tərk eləyəcəksən, axır əvvəl. Yaxşı, bu münasibət davam eləsən, o insan sənin gözləntilərini doğruldacaqmı bu münasibətlər? Gözləntilərini doğruldacaqmı? Bu münasibətdə davam eləməyəcəksən. Davam eləsən doğrulda bilər, necə doğrulda bilər? Yəni, olduğu kimi davam eləyəcəksiniz. Bu insanın sənə verə biləcəyi maksimum bunlardır. Bu insanın yanında ola biləcəyi maksimum vaxt budur. Bu insanın səninlə keçirə biləcəyi maksimum vaxt budur. Və bundan o tərəfini gözləyirsənsə ki, bir gün nəsə düzələcək, yox. Axır əvvəl, yəni sən başqasını seçəcəksən və daha güclü bir insan olacaq. Daha olğun bir insan. Hətta ola bilsin ki, maddi cəhətdən səni təmin eləyən, mənəvi cəhətdən sənin həyatında olan. Yəni, elə bir insan gələcək ki, deyəcək ki, mən həll eləyərəm insan olacaq. Mən həll elədim insan olacaq. O təzə TikTokda akım var. Həll eləyərik, adamı zəng eləyir, götürmürəm. Çünki həll elədim deyən insanın yanındayım. Yəni, belə bir insan gələcək ki, yəni deyib də uzatmayan, deyib də vaxtında həll eləyən, hətta həll eləyib sonra sənə deyən ki, bu məsələni həll edəm. Belə bir insan olacaq, sənin tam da arzuladığın bir insan. Və sən öz seçimini eləyib uzaqlaşacaqsan. Və sən ayrıldıqdan sonra fikrindəki insan səni qaytarmağa çalışacaqmı? Sən ayrıldıqdan sonra, bəli, əlbəttə ki, qaytarmağa çalışacaq. Amma daha çox depresiyanın içində olacaq o insan. Çünki sən gedəndən sonra kim sənə nə edə bilər ki? Neysə, aldım, qəbul edim. Yaz ətrafı baxım üçünsə profildəki nömrə ilə əlaqə saxlayın.